Azərbaycanlıların Ermənistanı könüllü tərk etməsi və onlara təzminat ödənilməsi ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialar Qərbi Azərbaycan icması tərəfindən pislənib. Bu barədə bəyanat yayan icma, Ermənistandan qovulmuş Azərbaycanlıların geri qayıtmaq hüququndan imtina etmələri müqabilində hər hansı formada təzminat aldıqları barədə iddianı qəti şəkildə təkzib edib. Bildirilib ki, zorla qovulma nəticəsində böyük əziyyət çəkmiş icma üzvləri Ermənistandakı dədə-baba torpaqlarına qayıtmaq hüququnun təmin edilməsi tələbində qətiyyətlə dayanır. Ermənistanın baş nazirinin iddiaları onun həqiqəti təhrif etmək və icmaya qarşı törədilmiş haqsızlıqlara görə məsuliyyətdən yayınmaq üçün növbəti cəhdidir. Ermənistanın hüquqlarımızı təmin etməkdən imtina etməsi onun Azərbaycanlılara qarşı nifrət əsasında etnik ayrı seçkilik etməsini və milli azlıq yoxdursa, problem yoxdur siyasəti yürütməsini bir mənalı şəkildə sübut edir. Bəyanatda Ermənistan hökumətindən yalan iddialar yaymağı dayandırmaq və Ermənistandan qovulmuş Azərbaycanlıların legitim narahatlıqları ilə bağlı icma ilə substantiv dialoqa başlamaq tələb edilir. Ermənistanı Azərbaycandan nümunə götürməyə çağırırıq. Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərə qarşı davranışlarından nümunə götürməyə çağırırıq və bildirmək istəyirik ki, Ermənistanın özü də öhdəlik götürüb beynəlxalq təşkilatlar qarşısında Azərbaycanlıların geri qayıdış hüququ da məhz bu kimi öhdəliklərin arasındadır. Ermənistan dərhal bunu həyata keçirməlidir və Ermənistana bir daha səsləyirik ki, bununla bağlı icmanın səsləndirdiyi dialoq təkliflərinə cavab versin.